Salam, üçbucağın sahəsi mövzusunda növbəti suala baxırıq. 69 nömrəli sualda mərkəzi ABC üçbucağının AC tərəf üzərində olan çevrə digər tərəflərə toxunur. Üçbucağın sahəsi 32, çevrənin radiusu 4 olarsa, AB üstəgəl BC-ni soruşur. Əvvəlcə üçbucaq çəkirik. Üçbucağın oturacağı AC olsun. Təpə nöqtəsi B və bu çevrə üçbucağın oturacağından deməli, çevrənin mərkəzi AC tərəf üzərindədir, digər tərəfləri isə toxunur. Yəni şəkil olacaq formada. Bura olsun çevrənin mərkəzi və radius 4 verilib. Buradan radius çəkirik. Radius toxunana perpendikulyardır. Yəni buradakı bucaq 90 dərəcədir. Eyni qaydada burada radius çəksək, burada 90 dərəcədir. Çünki radius toxunana perpendikulyardır. Bura 4-dür. Başqa və sahə verilib. Üçbucağın sahəsi 32. İndi bura 4-dürsə, qarşı tərəf olaraq burada 4-dür. Eyni qaydada bura 4-dürsə, bu tərəfə də yazıram 4. Bura 10 nöqtəsi olsun. B10-u birləşdirirəm. B10-u birləşdirirəm. Burada üçbucağa iki sahə ayırmaq olar. Yəni AB tərəfinə bütöv AB kimi baxaq. BC-yə də BC kimi. Əvvəlcə üçbucaq AB-onun sahəsini tapırıq. Üçbucaq AOB. AOB üçbucağının sahəsi S bərabərdir. 2'də 1 tərəf AB, AB çəkilən hündürlük 4. Bu bizə verir 2AB. Bura S1 deyək. S2 isə 2'də 1, S2 BOC üçbucağının sahəsidir. Bu AOB üçbucağının sahəsidir. 2'də 1 tərəfimiz BC, BC çəkilən hündürlük 4. Bu da verir bizə 2BC. Bu iki üçbucağın cəmi, yəni 2AB, üstəgəl 2BC bizə verir 32'ni. Çünki ABC üçbucağının sahəsi 32'yə bərabərdir. Hər tərəf 2'yə bölsək, AB üstəgəl BC bərabərdir 16'ya. Deməli, düzgün cavab 16'ya bərabərdir. 70 nömrəli sualda eyni bu tipdədir. Burada sadəcə çevrənin radiusu soruşulur. AB üstəgəl BC cəmi 18 verilib, yəni yolu eynidir. Bu üçbucağın sahəsi tərəf ona çəkilmiş hündürlük hasili tapdıq. Yəni burada AB vur 4, 4 hündürlükdür. İndi baxırıq 71 nömrəli suala. Tərəfləri verilib. Bu şərti ödəyən üçbucağın sahəsini soruşur. Bu cəmin 0 olması üçün bu modulların hər biri ayrı-ayrılıqda 0 olmalıdır. Yəni A üstəgəl B minus 21 bərabərdir 0. Buradan A üstəgəl B 21'ə. B üstəgəl C minus 24 bərabərdir 0. B üstəgəl C bərabərdir 24'ə. Və üçüncüsü A üstəgəl C bərabərdir 27'yə. Tənliklər sistemi alınacaq. Bu üçtənliyi alt-alta yazsaq. Yəni A üstəgəl B bərabərdir 21'ə. B üstəgəl C bərabərdir 24 və A üstəgəl C bərabərdir 27. Bunlar tərəfləri toplasaq 2A üstəgəl 2B üstəgəl 2C bərabərdir olacaq 67, deməli 72. Hər tərəf 2'yə bölsək, A üstəgəl B üstəgəl C 36. A üstəgəl B 21'dir. Gətirib yerinə qoyuruq. 21 üstəgəl C bərabərdir 36'ya. Buradan C bərabərdir 15. B üstəgəl C 24'dür. Yenə bu tənlikdə B üstəgəl C'nin yerinə 24 yazanda A üstəgəl 24 bərabərdir 36'ya. A olacaq 12 və üçüncüsü A üstəgəl C 27'dir. 27 üstəgəl B bərabərdir 36'ya. B də verir bizə 9. Tərəflərə fikir versək görürük ki, bu düzbucaqlı üçbucaqdır. Çünki ədədlər Pifaqor ədədlərdir. Katetləri 12 və 9, hipotenuzu isə 15. Yəni A kvadrat üstəgəl B kvadrat bərabərdir C kvadrat şərtini ödəyir və düzbucaqlı üçbucağın sahəsi katetləri hasilinin yarısı. 12 vur 9 bölü 2 bizə verir 54. Deməli, üçbucağın sahəsi 54'ə bərabərdir. Bizdən də üçbucağın sahəsini soruşur.